The passage is mainly about mətn əsasən nə haqqındadır? Mətnimizdə əsas məqsəd təbii ki, Nar festivalı, onun məqsədi, daha sonra harada keçirilməsi, simvol olaraq necə götürülür, yarışlar və s. haqqında ümumi məlumatlar qeyd olunurdu və biz bu məlumatları ümumi bir başlıq altında qeyd etsək, one of the famous festivals, yəni məşhur festivallardan biri kimi B variantına doğru cavab götürmüş oluruq. Growing pomegranates, narların yetişdirilməsi, burada hansı üsullarla yetişdirilir, necə olur deyə məlumatlar qeyd olunmayıb. The history of Göyçay, Göyçayın tarixi. Göyçay haqqında sadəcə bir məlumatda qeyd olunur ki, yəni festival orada keçirilir. Tourism of the country, ölkənin turizm sahəsi. Təbii ki, yəni Nar festivalının məqsədlərindən biri turizm sahəsini inkişaf etdirmək idi. Bu isə ümumi mətn adı hesab olunmur. Delicious foods, dadlı yeməklər yenə düzgün deyil. Doğru cavabımız B variantı götürülür.